Salam əzizləyicilər, hər vaxtınız xeyir olsun. Bugün 2025-ci ilin model testinə baxırıq tarix fənnindən. Birinci sual Ömər Muxtarın başçılığı ilə Liviyanın xalqının azadlıq mübarizəsi. Deməli, Ömər Muxtarın azadlıq mübarizəsi 1923-cü ildən 1932-ci ilə qədərki dövrlər əhatə edir. Bu da İtaliyanın Liviyadakı müstəmləkə siyasətinə qarşı baş vermiş üsyan idi. 1911-ci ildə Trablis müharibələri nəticəsində İtaliya Osmanlının Afrikada yeganə torpağı olan Liviyanı tutur və Liviya İtaliyanın müstəmləkəsinə çevrilir və ondan sonra da 23-32-ci illəri əhatə edən üsyanlar baş vermiş olur. Cavab C variantı. Sonra xəritəyə əsasən dövrün xüsusiyyətlərini ifadə edən doğru cavabları müəyyənləşdirin. Baxın, deməli burada bir Gürcü İmeriti quberniyası var. Bir də Xəzər vilayəti var. Bu vilayətlər bildiyimiz kimi 1840-cı ildə yaranıb. 1840-cı ilə aiddir, yəni 10 aprel islahatı. 1840-10 aprel islahatlardır. Və burada deməli yəni ümumiyyətcə bu islahatlar 1840 10 aprel və 1846 14 dekabr dövrlərini əhatə edirdi. Yəni 40-dan 46-cı ilə qədər belə bir xəritə olmuşdur. Yəni iki vilayətə, Gürcü İmeriti və Xəzər vilayətlərinə bölünmüşdür. Birinci, tacirlərin karvan yollarının qorunması müqamında rəhdar rüsumu alınırdı. Bu 1836-cı ilə aiddir. 1836. Baxın, bu tarixə düşmür, bu illər arasına düşmür. Ona görə olmaz. Sonra ikinci, məhkəmə işlərində rus dilində aparılırdı. Bəli, və bu da işləri çətinləşdirirdi. İnsanlar rus dilini bilmədiyinə görə, yəni məhkəmə o qədər də uğurlu alınmırdı. Sahibkar kəndlərin pay torpaqlarının satın alma hüquqlarına malik idi. Bu 1870-ci il islahatlarına aiddir. Ona görə bu da olmaz. 3-də getdi. Ali müsəlman zümrəsinin hüquqlarının tənzimlənməsi, bu da 1846 6 dekabr reskriptinə əsasən yəni bu hüquqlar tənzimlənir. 1846 6 dekabr və 2-4 cavab A variantı uyğun gəlir. Üçüncü sualda Qafqaz müharibəsi. Qafqaz müharibəsinə aid deyil. Deməli, aid deyil. Çar Rusiyası müstəmləkə siyasətinə qarşı azadlıq mübarizəsidir. Düzdür. Yəni bizə səhv istəyir. Şeyx Şamilin rəhbərliyi ilə başlamayıb. Bu Şeyx Mənsurun rəhbərliyi ilə başlayıb, sonradan artıq Şeyx Şamilə keçib. Deməli, cavab B variantıdır. C-də 60-cı illərdə başa çatıb, düzdür, 1864-cü ildə. 1864-cü ilə aid bir yəni Qafqazın işğalını 1864-də başa çatdırır. Deməli, mübarizədə iştirakçıların mürid bayrağı altındadır. Düzdür, dağlı xalqlarının məğlubiyyəti ilə nəticələndi. Bu da doğru cavabdır. Və bununla da bütün Qafqazı 1864-cü ildə işğalını başa çatdırmış olur. Amma Şeyx Şamil sonradan gəlir. Yəni birinci Mənsurdur, sonra Şeyx Şamil başçılıq etmiş olur. Dördüncü sual. Hadisə nəticə əlaqəsini səhv göstərildiyi bəndi müəyyənləşdirin. Deməli, Qaraxanlı Satıq Buğra xanın İslam dininin və Türkistanda düzdür. Satıq Buğra İslam dinini qəbul edir. Və hani böyük bir hissəsi bu dini qəbul etmiş olur. Mahmud Qəznəlinin Hindistana hücumu, Samanilər dövlətinin süquta uğradılması, Samanlərin süqutu 999-cu ilə aiddir. Yəni bu Hindistana hücumu isə 11-ci əsrdir. Ona görə də səhv göstərildi. Bunu götürdüm ona. B variantı uyğundur. Sonra qalanları isə doğru cavabdır. Xəritədə xüsusi işarələnmiş dövlətin Azərbaycan ilə bağlı siyasəti. Baxın, bu İngiltərədir. İngiltərə aiddir burada. Deməli, Səfəvi dövləti ilə Portuqallara qarşı mübarizədə hərbi dəstək göstərir. Düzdür. 1621-ci ildə bunlar arasında əbədi dostluq müqaviləsi imzalanır Səfəvi ilə Osmanlının arasında və 1622-ci ildə isə İngiltərənin Səfəvi yardımı nəticəsində
Hörmüzü Portugallardan azad olur və Səfəviyə qaytarılmış olur. Deməli, bu 17-ci əsr, 1622-ci il, düzdür? Bura deməli doğru cavab kimi götürək. A. Sonra Azərbaycan ipəyini Volqa-Xəzər yolu ilə Qərbi Avropaya daşımaq hüququn əldə edilməsi. Baxın, Volqa-Xəzər ticarət yolu Rusiya aiddir. Yəni onun İngiltərəyə bir aidiyyəti yoxdur. Əsasən dedik 1667-ci ildə. Yəni Rusiya Səfəvi arasında ticarət müqaviləsidir bu. Ona görə yəni Rusiyanın Səfəvi arasına aiddir. Müqəddəs birliyə qoşulmaq təklifi ilə Səfəvi dövlətinin elçi göndərməsi heç İngiltərənin özü bu müqəddəs birlikdə yox idi. Ona görə də heç ora dəvət eləməz. Özü yoxsa necə dəvət eləsin? Yəni ona görə bu da olmaz. Bakı neftinin sənayesinin ilk dəfə kapital qoyuluşu. İlk kapital qoyuluşu deməli 19-cu əsrin 90-cı illərinə aiddir bu. Ona görə də 20-ci əsr deyil, 19-cu əsrdir. A variantı da burada A getdi. Azərbaycan müstəqilliyinin tanınması. Deməli, AXC dövrünü götürsək, de jure tanıyır və Azərbaycan Respublikasının da müstəqilliyini 20-ci əsrin sonlarında. Yəni AXC-nin 20-ci əsrin əvvəlləri, Azərbaycan Respublikası 20-ci əsrin sonlarında müstəqilliyini tanımış olur. B variantını götürək. Moskva və Qars müqavilələrinin bağlanmasını iştirak edib. Burada bu səhvdir. Bu Rus-Türkiyə. Yəni Rusiya, Türkiyə burada var. İngiltərə yoxdur. Birinciyə, ikinciyə B, cavab A variantı uyğun gəlmiş olur. 5-də A variantı. Sonra 6-cı sual. Doğru cavabı müəyyənləşdirin. Alban hökmdarı 2-ci Vaçenin Sasanlara qarşı azadlıq hərəkatını başçılıq etdiyi əsrdə 2-ci Vaçe Albaniya 5-ci əsrdə başçılıq edib. Qərbi Roma və Roma imperiyasının axın. Rəsmi olaraq 2 hissəyə parçalanıb. Bu səhvdir. Roma 2 hissəyə parçalanır. Qərbi Roma yox. Ona görə A variantı olmaz. Attilanın başçılıq etdiyi Hunların hücumlarına məruz qalması düzdür. 451 Katalan 452-ci ildə ikinci dəfə hücum eləmişdi. Deməli bunu götürək. B. Sonra ölkənin vandallar tərəfindən talan edilməsinin qarşısını ala bilmədi. Elə bunların hücumları nəticəsində Roma, Qərbi Roma süqut eləyir. Bunu da götürək. Axund dövləti Məzdəkilər hərəkatının yatırıldırılmasında Sasani dövlətinin Məzdəkilər hərəkatının yatırıldırılmasında Sasani dövlətinin köməyi, deməli bu 529-cu ildə 6-cı əsrə düşür. Ona görə də bu uyğun gəlmir. 529-a yatırıldırılıb da bu. Ona görə də 6-cı əsrdə bizə 5 lazımdır. Ağsufar xanın başçılığı ilə Sasanilərə qarşı qalibiyyətli müharibələr aparılması. Bunu götürək 5-ci əsrdə. Düz deyil, Ağsufar xan 5-ci əsrə aiddir. Ona görə götürdük. Götürdüklərin hücumları nəticəsində süqut etməsi o 567-ci ildir. O da 6-cı əsrdir. O da olmaz. 1 B, C, 2 B. C variantı. 6'da oldu C. 7-ci sual. Qədim Çində Sin sülaləsinin hakimiyyəti dövründən fərqli olaraq Xan sülaləsinin hakimiyyəti dövründə Sindən fərqli olaraq Xan. Deməli, Konfutsi təlimi rəsmi ideologiyasına çevrildi. Sin qadağan eləmişdi, amma Xan qəbul eləmişdi. Yəni əsas ideologiyası idi. Biri götürək. Sonra Çin səddinin inşasına başlanması Sinə aiddir. Mərkəzləşdirilmiş idarə o da Sindir. Hun dövləti ilə Pinçen müqaviləsi. Pinçen 200-cü ildə, eradan əvvəl 200. Eradan əvvəl 200. 200 doğrudur. Yəni bunlar 206-cı eradan əvvəl 206-cı ildən 3-cü əsr, bizim eranın 3-cü əsrinə qədər əhatə edir. Belə də, yəni eradan əvvəl 206, eradan əvvəl. Bir də bizim eranın 3-cü əsri. Pinçendə o ora düşür də 200-cü ilə. 4-ü də götürək. Avropaya gedən ticarət yollarına çıxış əldə etdi. Avropaya gedən ticarət yollarına
çıxış əldə edildi. Hə də şey deyir, Böyük İpək yolu o da düşür. Eradan əvvəl 2-ci əsrdə. O da Xan sülaləsinə aiddir. 1, 4, 5 cavab doğrudur. D variantı. 8 Ərdəbil və Qaradağ xanlıqlarına aiddir. Bayat savaşı bir tərəfdən Qarabağdır, digər tərəfdən Şəki ilə Şamaxı. Baxın, belədir də bu. Bir dəqiqə baxın, Qarabağ. Bir tərəfdən Qarabağdır, baxın, Qarabağ, ha, Qaradağ yox, Qarabağ. Qarabağ, Şəki və Şamaxı əraziləridir. Yəni burada heç biri yoxdur. A variantı getdi. B-də Şəki xanlığına qarşı hərbi ittifaq, Şəki xanlığına hərbi ittifaq, Qızılqaya xəyanətindən söhbət gedir. Burada baxın, deməli Qarabağ, Qaradağ. Yəni baxın, Qaradağ var. İrəvan, Təbriz, Naxçıvan. Deməli hansılar oldu? Qızılqaya xəyanətində Qarabağ, Qaradağ, İrəvan, Naxçıvan və Gəncə. Naxçıvan və Gəncə şəhərləri burada var. Yəni Ərdəbil yoxdur. Ona görə də bu da getdi. Quba xanlığının hücumlarına məruz qalmışdı. Quba yox. 18-ci əsrin sonlarında meydana gəlmişdi. 18-ci əsrin sonlarında yox. 1747-ci ildə Nadir Şah Əfşar imperiyası süqut edəndən sonra 18-ci əsrin ortalarıdır bu. Dedə getdi. Bir müddət Qarabağ xanlığından asılı olmuşdur. Ərdəbil və Qaradağ bəli düzdür. Cavab elə Y variantı uyğun gəlmiş olur. Yəni Ərdəbil Pənahəli xan dövründə işğal olunub. Bu da belə Y variantı uyğun gəlir. 9. Ellervin diaqramına uyğun bəndləri müəyyənləşdirin. Deməli baxın, bu tipli sualları işləyən zaman indi baxa görə hansın, baxın. Yəni bunlar işləyən zaman baxın görün hansını daha dəqiq bilirsinizsə onlardan başlayın. 16-cı əsrin ilk 10 illiyində Səfəvi dövlətinin müharibə aparılması. Baxın, bu 1501 3-cü illərdə Ağqoyunlu dövlətindən söhbət gedir də. Yəni Şərur və Almabulağı döyüşləri. O oldu A-ya bu. Sonra B. Oğuz türklərinin olan sülalələr tərəfindən idarə olunması bu hamısına aiddir. Oğuzlardan danışır da, hamısı Oğuzların boylarıdır. Teymurlər dövlətinin Bayandurlu, Ağqoyunlu Bayandurlu, elə özləri yazıb da, Qaraqoyunlu Baharlı boylarına aiddir. Teymurlər dövləti ilə müharibə aparması. Osmanlıda qayboyu. Oğuzların qayboyudur. Teymurlər dövləti ilə müharibə aparması. Teymurlər dövləti ilə Ağqoyunlu var. Dövləti var. Qaraqoyun da var, Osmanlı da var. Hə, hamısının var da. Deməli C də oxşardır. 4-ə getdim. Avropa qitəsində bir sıra əraziləri işğal etməsi. Avropada. Dedi. Avropaya gedib çıxmışdı. Bunların Avropada işləri yoxdur. Ağqoyunlu ilə Qaraqoyunlu. Osmanlı var amma. Yüzillik müharibə illərində yaranması. Yüzillik müharibə bildiyimiz kimi 1336-1453. Bu da düşür Qaraqoyunluya. Qaraqoyunlu da 1410-1468. Baxın, bu dövrdə var. Yaranması, hə. Deməli, bu da düşdü Y-yə. Ağqoyunlu 1468-dir. Burada müharibə qurtarmışdı. Osmanlıda 1302-ci ildə yaranıb. Heç orada bu müharibə başlamamışdı. Cavab oldu nə? 1A, 2D, 3Y, 4B, C A variantı. 9-da da A variantı uyğun gəlmiş olur. Sonra 10-cu sual. Hə. Ondan. İnsanlar bağçılıq və bostançılıq işlərindən məşğul oldu. Bu, yəni yeni təsərrüfat sahələrinin meydana gəlməsidir. Bunlar Orta Tunc dövrünə aiddir. Neolitdə deyil, getdim. İlkin şəhər mərkəzləri əkinçilik, maldarlıqdan ayrıldı. İlkin şəhər mərkəzləri meydana gəlməsi Orta Tuncdur. Orta Tunc. Əkinçilik, maldarlıqdan ayrılması birinci ictimai bölgüsü. O da Erkən Tunc dövrünə aiddir. 2 də getdi. Tayfa daxilində bərabərsizlik, ata xaqanlığı yarandı. Düzdür, Erkən Tunc dövründə. Metaldan ilk dəfə əmək alətləri hazırlandı. Tox əkinçiliyi düzdür. 3-4. C variantı.
11-ci sual. 2020-ci ilində Vətən müharibəsi 2023-cü ildə sentyabrında keçirilən lokal antiterror əməliyyatları arasındakı dövrlər. Bu hər ikisinin olduğu arasında olan dövrü deyir. Deməli, Naxçıvanda günlük əməliyyatın keçirilməsi 2018-ci ilin may olmaz. Ay getdi. Qondarma Dağlıq Qarabağ Respublikasının buraxılması bu antiterror əməliyyatlarından sonradır. Ona görə bu da olmaz. Xankəndi şəhərində Zəfərin 3-cü ili. Deməli, baxın. Zəfərin 3-cü ili ümumiyyətlə Zəfər neçənci ildir? 2020-ci ilin 8 noyabrda qalibiyyət, yəni 2020-ci Vətən müharibəsi başa çatır. 8 noyabrda 3 ildən sonra bu keçirilir də. 3-cü ilinin münasibətinə paradın keçirilməsi. O da 2023-cü ilin 8 noyabrındadır. Amma antiterror əməliyyatları sentyabrda idi. Yəni antiterror qutarandan sonradır da. Amma bizə bu aralıqdakı dövr istəyir. C də getdi. Azərbaycan ordusu tərəfindən Talış yüksəkliyinin azad olunması. Talış yüksəkliyi bu aprel döyüşləri, 2016-cı ilin aprel döyüşlərinə aiddir. Aprel. Azərbaycan ordusunda Qarabağda qisas əməliyyatlarının həyata keçirilməsi 2022-ci ilin avqustuna aiddir. Avqust, elə bu da düşür bu aralığa. Ona görə də cavab Y variantı olmuş olur. 12-ci sual. 1870 kəndli əsasnaməsi kəndlilərə verilən hüquqlardan. Baxın, deməli, hüquqlardan və vəzifələr. Hüquq nədir, vəzifə nədir? Hüquq bizə verilən hüquqlardır. Biz yəni nə edə bilərik? Bizə verilən icazələr, bunlar hüquqlardır. Vəzifələr isə bizim etməli olduqlarımızdır. Bizim vəzifəmiz də, yəni bizim eləyə biləcəklərimiz bunlardır. Eləməliyik. Hüquqlar bizim hüququmuzdur. Biz nə eləyə bilərik? Bizə nə icazə var? Vəzifələr isə biz nə etməliyik? Onlardır. İndi deməli, hüquqlarımıza baxaq. Hüquqlardan deməli, pay torpaqlarının satın alınması bizim hüququmuzdur. Pay torpağı ala bilərik. O bizim hüququmuzdur. Satın alma üçün dövlətdən maliyyə dəstəyinin alınması bu aiddir. Yəni satın alma üçün dövlətin maliyyədən istifadə olunması, satın alma üçün dövlətdən maliyyə dəstəyinin alınması. Yəni burada əsasən əgər yəni əsas burada hüquqda, yəni hüquq verir ki, satın alma üçün dövlətdən maliyyə dəstəyinin alınması. Yəni maliyyə dəstəyi vermir. Deyir ki, əgər pulun varsa elə də maliyyə dəstəyini vermir, dəstəkləmir. Deyir, əgər özün pulun varsa al. Ona görə B də getdi. C-də meşə, çəmən və otlaqların payının alınması yox. Bu 1903-12-ci illər aiddir. Ona görə bu da getdi. Pay torpaq, indi vəzifələrimizə baxaq. Pay torpaqların satın alınana sahibkarlara vergi verilməsi. Edirsən, vergini verməlisən. Sonra sahibkarların xeyrinə biyarın yerinə yetirilməsi. Biyarın yerinə yetirilməsi bu feodalizm dövrünə aiddir. Artıq biyar yoxdur. Biyarın yerinə deyirsən, biyarı eləmə, amma onun əvəzində, yəni biyarın əvəzində pul ver. Yəni artıq kapitalizm dövrünə keçir də. Biyar pulla əvəz olmuş olur. Bu da getdi. Öz pay torpaqlarının məcburi satın alınması yox. Bu da 1912-ci ilə aiddir. Olmaz. 1A 2A. Hardadır? 1A 2A. C variantı. 12-də C variantı yoxdur. 13-cü sualda deməli, Roma imperiyasının Konstantinopoldan idarə edildiyi dövrü. Konstantinopoldan bizim eranın 330-cu ilində Konstantin tərəfindən paytaxt Konstantinopola keçirilib. Birinci, deməli, nədir? Xristianlara açıq ibadət etməyə icazə verilməsi bu 313-cü ildir. Olmaz, əvvəlki dövrə aiddir. Roma ordusunun Sasani Alban tərəfindən məğlub edilməsi. Roma ordusu bu
Deməli, bircə dəqiqə. Rom ordusunun Sasani Albanlar tərəfindən məğlub edilməsi bu Amit döyüşüdür. 359 Amit döyüşü aiddir də. Götürək. Yəni Rom imperiyasından danışır ha. 330-395-ci illər bizə lazımdır. Rom imperiyası 395-də parçalanırdı. Artıq orada Rom imperiyası deyilmirik. Qərbi Şərqi Roma. 2-ni götürək. 359-da Amitdir. Baxın bu aralığa düşür. Ərazisində Frank dövlətinin yaranması Frank 500-cü ildə yaranıb. Yəni 5-ci əsrdə. O da bu aralığa düşmür. Cənubi Qafqazın bölüşdürülməsinə dair Sasanilərin dövlət müqaviləsinin bağlanması bu 387-ci ildir. 387 düşür bu aralığa. Parfiya ilə münasibətlərdə yeni ərazilərin işğalı. Burada necə? Parfiya ilə müharibədə yeni ərazilərin işğal edilməsi. Yox. Bu aralığa düşmür. Cavab oldu. Hansı? 2-4. Hanı D variantı uyğun gəlmiş olur. Şah II. Abbasın hakimiyyəti dövründə Azərbaycanda Səfəvi dövlətində xristian əhali. Xristian əhali. İkinci Abbasın dövrü. İkinci Abbasın dövrü 1400 nədir? 1642-1666-cı illər əhatə edir. Yəni bunun dövründə əsasən ruslarla arasında yaxşı olan dövrüdür. Dövlət idarəçiliyində vəzifələr tuta bilərdilər. Düzdür? Səfəvi dövlətində xristian əhali. Yəni ruslarla əsasında xristianlarla, ruslarla, yəni rus, erməni, gürcü onlarla araları yaxşıdır. Ona görə də idarəçilikdə vəzifə tuta bilərdilər. Bunun icazəsi var idi. Sonra 2 Osmanlı şəhərlərinin ticarət karvanlarını göndərə bilərdi. Bu da doğrudur. 1-ci Pyotrun Qafqazdakı işğallarını dəstəkləyirdi. 1-ci Pyotr heç bu aralığa düşmür. Pyotr 1689 1725-ci illərə əhatə edir. Yəni bu aralığa düşmür. 3 getdi. Hərbi xidmətə görə iqta torpaqları alınırdı. İqta torpaqları 15-ci əsrə qədər Ağqoyunu, Qaraqoyunuya qədər var idi. Ağqoyunu, Qaraqoyunuda soyurqal, ondan sonra isə düz 19-cu əsrə qədər Tiul olmuşdur. Yəni iqta torpaqları əsasən də Səlcuqlardan Məlikşahın dövründə daha da inkişaf etmiş olur. Yəni iqta torpaqları paylıdır. Cavab oldu 1-dən 2. A variantı 15. Deməli, Azərbaycan SSR 20-ci əsrin 30-cu illərdə kənd sakinlərinin şəhərə köçməsində yeni məhdudiyyətlər qoydu. Burada 1932-ci ildə pasport sistemi həyata keçirdi. Yəni dedi ki, kəndlər bir yerdən başqa yerə köçə bilməz. Kolxozçular köçə bilməz. Bunun da səbəbi niyə? Deyirdi ki, qalsınlar bir yerdə, heç yana getməsinlər, kolxozda işləsinlər. Yəni kolxozun kolxozun işçilərdən bilirdi ki, icazə verilsə kəndlərdən tərk eləyəcəklər. Onun qarşısını almaq üçün belə bir pasport sistemi həyata keçirildi. Ona görə də bu belə pasport vermirdi kəndlilərə, kolxozda işləyənlərə. Çünki kolxozu tərk edə bilərdilər. Lakin 1959-cu ildə isə bu pasport sistemi verilməyə başlandı kolxozçulara. Cavab oldu C. Pasport sisteminin tətbiqi nəticəsində oldu. 14-cü əsrin 40-cı illərində Təbrizdə baş vermiş üsyanın səbəblərini bizdən istəyir. Deməli, burada Təbrizdə baş vermiş 1344-cü ildə Məlik Əşrəfin başçılığının üsyan baş vermişdi. Bu da baxın Hülakülər dövrüdür da bu. Hülakülər dövrüdür, Hülakülər. Amma sonradan artıq axıra yaxın Hülaküləri idarə edirdi Çobanilər. Artıq insanlar, yəni dövləti Çobanilər özlərinə dövlət yaratmamışdı. Hülakülərin adından dövləti idarə edirdilər. Yəni başlarında, Hülakülərin başında Çobanilər vardı. Çobanilər də öz başlanaqları falan cəmaət bundan narazı idi. Ona görə də belə bir üsyan qalxmışdı. Yəni Çobanların zülmünün şiddətlənməsi. Burada cavab götürək. 17-ci sual. Nə deyir? 20-ci əsrin ilk və sonuncu 10 illikləri. Yəni 1900-cü ildən. Baxın, ilk 10 illik.
20-ci əsr 1900-dən 1910-a. Bir də deyir sonuncu 10 illik 1990 1900 2000 illəri əhatə edir. Sosializmdən kapitalizmə keçid dövrü yox. Yəni sosializmdən kapitalizm bu Sovetlərin SSR-nin yaranmasından sonra, yəni SSR də bu sosializm. O ki onda bu dövrdə SSR yox idi. 1900-1910-cu illərdə. Yəni 20-ci əsrin ilk 10 illərində yox idi. Ona görə A variantı getdi. İqtisadiyyatın əsas gəlir mənbəyi qeyri-neft sektoru. Yəni qeyri-neft sektoru əsas gəlir mənbəyi olmayıb. Yəni gəlirin əsas hissəsi neft sektorudur. Ona görə də B də olmaz. Qanunvericilik orqanında seçkilərdə məhdudiyyət. Qanunverici orqan. Burada 1900-1910-cu illərdə Çar Rusiyasının tərkibindədir Azərbaycan. Ona görə də yəni qanunverici orqanı da yoxdur. Amma ikincidə deyərik də Azərbaycan Respublikasının dövləti 92-ci illər. Dinc əhalinin erməni hücumlarından əziyyət çəkirdi. Baxın budur. 1905-6-cı illərdə bir bu Azərbaycan erməni davası, bir də 1988-1994-cü illər əhatə edən 1-ci Qarabağ müharibəsi, yəni ermənilərin hücumlarından əziyyət çəkirdi. Hüquqi dövlət quruculuğunda da 20-ci əsrin 1-ci yarısında dövlət yox idi. Çarın tərkibində idi. Ona görə də bu da uyğun gəlmir. 18-ci sual. 8-ci əsrin əvvəllərində Ərəb xilafətinin Azərbaycanda yeritdiyi siyasət. 8-ci əsrin əvvəllərində Ərəb xilafətinin Azərbaycanda yeritdiyi. Əvvəllərində. Bərdə şəhəri Ərəb əmirliyinin mərkəzinə çevrilmiş olur. Ərəb şəhəri, Bərdə şəhəri. Hədə 705-ci ildə. Albaniyanı süqut edəndən sonra Ərəb əmirliyinin mərkəzi 705 düzdür. Əvvəllərində Azərbaycan bütövlükdə Şimal Kust. Kust sözü Sasanilərdədir. Sasanilərə getmişdi. 651-də Sasanilərə gedib, yəni Kust söhbəti yoxdur. Mehranilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 705-ci ildə doğrudur. Sonra Ərdəbil şəhərinin cizyə vergisindən azad olundu. Bu birinci heç Ərdəbil deyil, Dərbənddir. Cizyə vergisindən azad olundu. Bu da olmaz. Xərac vergisi torpağın sahəsinə görə toplanmağa başlandı. Xərac vergisi torpağın sahəsinə görə. Bu Abbasilərə aiddir. Abbasilər sahəsinə görə toplanmağa başlandı. Yəni, məsələn, əvvəllər deyirdilər ki, böyük bir torpağın var, torpağın hansı hissəsini becərmisənsə, yəni nə qədər məhsul götürmüsənsə, ona əsasən vergi verəsən. Amma Abbasilər dövründə qərar çıxdı ki, bəs istəyirsən becərmə torpağını, amma becərmədiyin yerin də vergisini verməlisən. Ona görə də bu dövrdə, Abbasilərin dövründə vəziyyət çox pis olmuşdur. Abbasilər də hakimiyyətə Abbasilər də 750-ci illərdə hakimiyyətə gəlib, yəni əvvəl deyil də ortasıdır. Ona görə də bu variant da uyğun gəlmir. Cavab 1-3 B variantı. 18-də B. Ondan sonra 19-cu sual. Azərbaycan Respublikasında parlament. Azərbaycan Respublikası, Azərbaycan Xalq Cümhuriyyəti AXC-nin dövründə. Bu 1918-ci ilin 7 dekabrında bu oldu. Deməli 7 dekabrında Azərbaycan Türk dili dövlət dili elan etdi. Yox, bu 18-ci ilin iyununda. İyun düşmədi. Dövlət bayrağının təsis olunması 2 dəfə bayraq oldu. Biri iyunda Türkiyənin bayrağına oxşadığına görə qəbul olunmur. Ona görə də noyabrında, noyabrın 8-i. Noyabrda qəbul olundu. Dövlət bayrağının təsis olunması. Ondan sonra paytaxtın Bakıya köçürülməsinə qərar verildi. Bu sentyabrın 15-i tutulur, 17-si köçür. Sentyabr o da düşmür. Vətəndaşlıq haqqında qanun 1919-cu ilin avqustudur. 1919 avqust. İkinci hökumət kabinetinin tərkibinin təsdiq olunmasıdır. Bu da iyun ayındadır. Baxın 19-cu ilin avqustunda vətəndaşlıq haqqında qanun
Avqust. Osmanlı Dövlətinin durğunluq dövrünə aid olanlar durğunluq dövrünə aid olanı seçmək lazımdır. Deməli 1571-ci ildən, yəni 16-cı əsrin 70-ci ilindən 16-cı əsrin 70-ci ilindən başlayır ta ki 1699 Karlovitsa sülhünə qədər sülhünə qədərki dövrü əhatə edir. Burada deməli Körpülü Mehmet Paşa Çanaqqalada Venesiyalıların məğlub edilməsi. Düzdür, götürək. Çanaqqalada Venesiyalıların məğlub edilməsi. Sədrəzəm İbrahim Paşanın islahatlar keçirməsi. Bu 1718-dir. Bura düşmür. Heç ora dövrü görmür. Sonra Respublikanın məğlub edilməsi. Düzdür, götürək. Qaradənizdə tək başına hakimiyyətin başa çatdırılması 1774. Kiçik Qaynarca, Prut sülhünün Azov qalasının Rusiyadan geri alınması 1711. Yəni heç birisi bu dövrə düşmür. 1-3. D variantı uyğundur. 21. Salari dövlətinin mövcudluğu dövründə. Salarilər deməli 1941-981-ci illəri əhatə edir. Burada bu dövrdə. İndi deməli Şəki hakimliyi 9-cu əsrin 60-cı illəri. Rəvvadə əmirliyi 8-ci əsrin sonu. Dəbil əmirliyi 951. Baxın elə cavab C variant 951. Dərbənd əmirliyi 869 düşmür. Bir də ki Tiflis müsəlman əmirliyi də o da 8-ci əsrdən aiddir. 8-ci əsrin 30-cu illəri cavab C variant. Xəritədə rəqəmlə göstərilən dövlətin Fransadan fərqli cəhətlərini. Baxın deməli bu dövlətlərin Fransadan fərqli cəhəti. 1 İngiltərə, yəni burada yazaq. 1 İngiltərə. 2 Türkiyə. 3 Rusiya. Aiddir. Deməli bu dövlətlərin Fransadan fərqli. Bunların Fransadan fərqi nədir? Deməli 1. Donanması Çanaqqala boğazında yeridildi. Bu oxşarlıqdır. Yəni İngiltərə ilə Fransanın oxşarlığıdır. Hər ikisi donanmada Çanaqqala boğazına yeriyiblər. Ona görə də bu oxşardır. Tank və təyyarə istehsalına görə Almaniyadan öndə idi. Bu da hər ikisinə aiddir. Bir də ki Cənubi Azərbaycan ərazisini işğal etmişdi. Düzdür. Bu C. Deməli 1-ə C. Üçlər İttifaqı indi 2. 2 nədir? Türkiyə. Üçlər İttifaqı Osmanlı Türkiyə deyək də belə. Üçlər İttifaqı tərəfindən müharibəyə qoşuldu. Üçlər İttifaqı tərəfindən düzdür. Qoşuldu. A. Ərazisində fəal hərbi əməliyyatlar aparılırdı. Bu Fransaya da aiddir. Buna da yəni götürə bilmərik. Oxşardır. Heç bir hərbi ittifaqa qoşulmadı. Yox. Biri Üçlər İttifaqında, biri Antantada, yəni 1-ci Dünya müharibəsindən söhbət gedir də. Yox. Hər ikisi qoşulmuşdu. Yəni bu da oxşardır. Olmaz. Bu da getdi. Üçüncü Harari Rusiya. Alman qoşunlarının hücumlarına məruz qaldı. Alman hücumlarına məruz qaldı. Deməli 3-ə Alman hücumlarına məruz qaldı. Bu Rusiya qalıbdı. Şeydən danışır da bu. 1918-ci ildə martın 3-ü Brest-Litovski sülhündən danışır. Bu deməli olmaz. Cənubi Azərbaycan ərazisində Osmanlı qoşunlarının qalib gəlməsi düzdür. Yəni burada 3 daha var. Bu hər ikisinə aiddir. Ona görə götürmürük. A doğrudur. Separat sülh bağlayaraq müharibədən çıxdı. Baxın Brest-Litovski buradadır.
Yəni Alman qoşunlarının hücumlarına məruz qaldığına görə Rusiya məcbur qalır Brest-Litovsk üsuluyla müharibəni tərk eləsin. Birinci Dünya müharibəsindən çıxdı. Deməli, bu da separat sülhü də təkcə ruslara aiddir. Hər ikisi Almaniyanın hücumuna məruz qalıb. Amma Brest-Litovsk ilə çıxan Rusiya olub. Oldu nə? 1C, 2A, 3BC. Ha, Y variantı. 22Y. 23. Azərbaycanda Böyük Səlcuq dövlətinin hakimiyyəti dövrünə aid olanlar. Sacilər dövlətinin xərac ödəyərək daxili müstəqilliyini saxlamışdı. Deməli, sacil saları yox idi. Şirvanşahlar, Rəvadi, Şəddadi var idi. Bu A variantı bir getdi. Bizans və müttəfiqlərinə qarşı Şəddadi dövləti ilə birgə mübarizə aparılması doğrudur. Rəvadi dövlətinin varlığına son qoydu, düzdür. Azərbaycanın yəni 1065-də 1054-də Rəvadi Şəddadini tutur, 65-də süquta uğradır. Azərbaycan ilk dəfə türk sülalələrinin vahid dövlətdə birləşməsi bu sacilərdir. Sacilər də burada yoxdur. Yəni heç görmübdü Səlcuğu. İqta torpaq mülkiyyətinin ləğvi yox. Olmaz. Elə ən çox da iqtanı bunlar paylayıb da. Səlcuqlar. Bayaq dediyimiz kimi Məlikşahın dövründə olmaz. Paylayırdı torpaqları. Ən çox da paylayıb. Aratda dövlət qurumu ilə Manna dövlətinin tarixinə aid oxşarlıqları istəyir bizdən. Şumer şəhər dövləti ilə ticarət əlaqələrinin mövcud olması yox, heç görmübdü Manna. Ensi rütbəsi daşıyan yox. Sonra Urartu dövlətinin işğalçılarına qarşı mübarizə Manna var, Aratda yoxdur. Urmiya gölünün hövzəsində də düzdür. Müxtəlif tanrılara, yəni çox adaqlıq mövcud idi hər ikisinə. Cavab 4-5. İzahların doğru verildiyi sətirləri müəyyən edin. Sədd çəkmə siyasəti. Deməli, sədd çəkmə siyasəti. Burada SSR-nin təsirinə qarşı Prezident Truman'ın Avropa dövlətlərinə hərbi yardım dəstəkləməsi doğrudur. Gəlin bunu götürək. Dəmir pərdə bloklara daxil olmayan 3-cü dünya ölkələrinin xarici siyasəti. Dəmir pərdə Churchill'in Fulton'da çıxışı idi. Burada deyildi ki, yəni bu çıxışdan sonra SSR ilə, yəni şərq ölkələrlə qərb ölkələrinin arasında dəmir pərdə var. Artıq bununla da soyuq müharibə başlamış olur həmin o Churchill'in Fulton'dakı çıxışı nəticəsində. Bu bunu deyil. Olmaz. Strateji müdafiə təşəbbüsü Sovet raket təhlükəsinin kosmosda məhv edilməsi məqsədilə ABŞ-da elan edilən proqram düzdə. Ulduz müharibəsi. Ondan danışır. Ulduz müharibəsi doğrudur. 1-3. Doğru cavab olmuş olur. Buzların əriməsi çox qütblü dünya nizamının dağıldığı zaman kəsidi. Çox qütblü. Deməli, buzların ərinməsi şeyə düşür. Xruşovun dövrünə. Amma çox qütblü dünya nizamının dağıldığı bu düşür SSR-nin dağılması 1991. Elə bununla da soyuq müharibə başa çatmış olur. 4-də belə getdi. Cavab 1-dən 3. Sonra 26. Xronoloji ardıcıllıq. Dədə Qorqudun dastanının 1300 yubileyi 2000-ci il. 2000. Azərbaycan 1-ci Avropa oyunlarının ev sahibliyi 2016. Muğam Festivalı 2009. Türksoy isə bu da 1993-cü ilə aiddir. Türksoy. Türk Dili Dövlətdən təşəbbüsü Türksoy. Bu da xronoloji ardıcıllıq. 4 1 3 2 4 1 3 2. Avropa 13-cü əsr uyğunluq, Avropa 13, bir də 15-ci əsrdə aid olanlar seçək. Norman Hersoqu İngiltərəni işğal etməsi. Hastings döyüşü 1066. Bu 11-ci əsrdir. Getmədi. A getdi. Fransada başdatlar ilk dəfə çağırılması 1302. 1302 14-cü əsrdir. B də getdi. Konstantinopolda Latin imperiyası 1204-cü ildə yaranır 1461-ci ilə qədər. Bu da düşür 13-cü əsrə. Deməli C, 1-ə C, Vahid İspaniya Krallığının yaranması bu 1479-dur.
15-ci əsrə düşür. D-ni də buraya yazaq. Dini müharibələrin başa çatması, bu da 30 illik müharibə dövrünə aiddir, 17-ci əsr. Yəni heç birinə uyğun gəlmədi 17-ci əsrdə. Situasiya. 1586-cı ildə Səfəvi şahı Osmanlı dövləti ilə barışıq imzalamaq üçün danışıqlara başlamağı təklif edir. Osmanlı divanından buna cavab olaraq Gəncəni və Qarabağın Osmanlılara təslim edilməsi tələb olunur. İstanbulda aparılan danışıqların uğursuzluqla nəticələnməsinin səbəblərindən biri qarşı tərəfin geniş ərazilər tələb etməsi olur. Danışıqlar apardığı bir vaxtda Osmanlı qoşunları Səfəvi dövlətinin çaylarına doğru hərəkət edərək yeni ərazilər ələ keçirir. Belə bir vaxtda Məhəmməd Xudabəndə oğlunun xeyrinə taxtdan əl çəkməli olur. Taxta yenicə çıxmış şah bir daha danışıqlar aparmaq üçün öz elçilərini Osmanlı taxtına göndərir. Osmanlı tərəfi də olduqca məsrəfli savaşdan xilas olmaq üçün Səfəvi nümayəndələrini xoş qarşılayır. Bəhs edilən tarixi mənbədə verilməyən hansı hadisəyə görə danışıqlar uğursuzluqla nəticələndi? Uğursuzluqla nəticələnməsinin səbəbi Əmir Həmzə var, Həmzə Mirzə. Həmzə Mirzə qeyd edir ki, Osmanlının yanına gedir ki, bəs gəlin sülh danışıqları aparaq, amma sülh danışıqları aparanda Təbrizi bizə verin, yəni əsas Təbrizi o bizdə qalsın, hansı ərazini götürmək istəyir, götürərsiniz və amma söhbət yarımçıq qalır. Niyə? Çünki Həmzə Mirzə ölür, ona görə də söhbət yarımçıq qalmış olur. Deyir ki, hansı hadisəyə görə danışıqlar uğursuzluqla nəticələndi? Həmzə Mirzə, yəni aralarının danışıqların başlaması ilə Həmzə Mirzənin təklifidir, amma ölür, ona görə də yarımçıq qalır. Deməli, Həmzə Mirzənin ölməsi. Yazaq bura, Həmzə Mirzənin öldürülməsi. Səfəvlərin bəhs edilən müharibədə uğursuzluqlarının səbəbinin xarici faktor. Qeyd edin, xarici faktor. Deməli, baxın, burada birinci uğursuzluqların səbəbini, xarici, baxın, daxili ilə qarışdırmırsınız. Əsas bizdən xaricini istəyir. Səfəvlər müharibə dövründə Osmanlılar Şeybanilərin yanına gedir ki, bəs mən, Osmanlı deyir, mən qərbdən müharibə aparım, Şeybanilər siz də şərqdən müharibə aparın, Osmanlı məcbur qalsın, iki cəbhədə müharibə aparsın. Deməli, iki cəbhədə müharibə, yəni Şeybanilərin hücumlarıdır, iki cəbhədə müharibə. Sonra müharibə var 1578-1590-cı ildə. Səfəvi-Osmanlı müharibəsinin ikinci mərhələsidir. İkinci mərhələsi və 1590-cı ildə İstanbul sülhü imzalanır. İstanbul sülhü ilə müəyyən bir ərazilər, Qaradağ, Zəncan, Xalxal, Qaracadağ, bu kimi ərazilər Səfəvlərdə qalır, qalanları Osmanlılara verir. Yəni torpaqların böyük bir hissəsini itirmiş olur. Yəni yazanda belə yazma olar. Şeybanilərin Osmanlı üzərinə hücumu, yəni iki cəbhədə müharibə 1590-cı ildə ikinci mərhələdə bitir. Həmçində Azərbaycan geniş ərazilərini itirir də, dedik, Ərdəbil, Zəncan, Xalxal, Qaracadağ əraziləri qalmış olur. Bu da belə yeni Səfəvi hökmdarları Osmanlı ilə danışıqlar nəticəsinin ikisini yazın. Yeni Səfəvi hökmdarının Osmanlı ilə danışıqları nəticəsi. Deməli, yeni Səfəvi hökmdarının Osmanlı ilə danışıqları nəticəsi. Yəni, burada müharibədə iki cəbhədə müharibəsi var bunun. Həm Şeybanilərlə, həm də Səfəvi ilə. Şərqdə Şeybani, qərbdə Osmanlı ilə müharibəsi var. Krım xanlarının hücumları var. Həmçində dedik, Şeybanilərin hücumları. Bu da belə. Yəni, Osmanlı ilə danışıqları nəticəsi. Yeni Səfəvi hökmdarlarının Osmanlı ilə danışıqların nəticəsi. Bu da belə olmuş olur. Yəni, biri 1500 bu illərdə müharibədir. Danışıqların nəticəsi müqavilə bağlanır 1590-cı ildə. Bu da belə.
Deməli, video bura qədər. Deməli, bu yəni model testlər hər zaman çətin olur. Ona görə də yəni imtahanlar bu qədər belə çətin formada düşməz. Yəni burada belə çətinliyi artırılmış testlərdir. Amma qəbul imtahanları bunlardan çox-çox asan olur. Yəni amma bu testlərdə işləyin ki, sizin üçün rahat olsun. Yəni həm təkrar kimi də bu testlər faydalı olacaq. Zəhmət olmasa kanalımıza abunə olun, like atın və şərh yazmağı unutmayın. Hələlik sağ olun.